Salam dostlar, sabahınız xeyir. Bugün 17 yanvar 2026-cı il. Koyunların səhər yemini verirəm. Əvvəllər buğda, arpa yemi, kəpək dördünü qarışdırıb verirəm. Sonra birdən-birə yox, tədricən buğdayla arpanı azaltdım. Təxmini bir 2-3 günə sırf arpa yemindən kəpək qarışdırıb verəcəm. Yəni bu yemi birdən-birə dayandırmaq, başqa yemə keçmək qoyunlara müəyyən qədər belə deyək də mənfi təsir göstərə bilər deyə tədricən yemləməni dəyişdirmişəm. Çünki buğdanın, yəni diri buğdanın, arpanın həzm olunma faizi aşağıdır. Yəni təxmini buğda 50% həzm olunur, qalan hissəsi isə belə deyək də diri şəkildə, yəni xarici olur. Arpada isə müəyyən qədər buğdaya nisbətən həzm olunma yüksəkdir, 60-70% arasıdır. Amma kəpək və arpa yeminin qarışığı həzm olunma 90-95% olduğuna görə yemləmədə yəni dəyişiklik eləmə səbəbim budur.